verir və o işarələr də belə deyək də işarə olduğuna görə işarənin mənası da o demək deyil, hər şey aydındır. Məsələn, işarə belə deyək də hər adam üçün deyil. Bax, məsələn, yol hərəkəti qaydaları işarədir ya yox. İndi hər yoldan keçən anlayırmı? Xeyr. Heç maşın sürənlərin çoxsu bəli, o miqdarını, az miqdarını anlayır və riayət edir. Əksər o işarələrin nə olduğunu və özü də bilir, o işarələrə möhtacdır. Yəni, o işarəyə riayət eləməsə cəzalanacaq ya cəzalanmayacaq. Həm malı əldən gedəcək, həm canı əldən gedəcək, həm miniyi əldən gedəcək. Ölə bilər, qəza yarada bilər. Məsələn, işarədir, bilmir nədir, getdi. Bir anın içindədir də, qəzalar bir anın içində olur. Ümumən, işarələr o demək deyil, aydın bir şey. İşarə. İşarə, belə deyək də, başa düşən üçündür. Başa düşməyən zaten o işarəni, işarə onun üçün bir yox hökmündə olacaq. Sağında da, solunda da, gözünün qabağında da olsa belə, əgər o onu anlamırsa, o onun üçün kifayət eləməyəcək. Quran-ı Kərimdə də işarələr çoxdur. Və o işarələr də qeyd elədiyim kimi, bu yol hərəkəti qaydaları kimidir? Müsəlmanlıq, bizim həyatımız bu Quranın üstündə qurulur və bu Quranla gedirik, Quran bizə aparır. Amma burada olan o işarələri biz nədir? Anlamırıq və yaxud anlamağa çalışmırıq. Məsələn, o işarələrdən biri kullu kəlməsi. Kull. Kull nə deməkdir? Kull bütöv, bütün, hamısı. Məsələn, hər şey o kullu kəlməsinin içində gizlənir. Bax, məsələn, Quranda ayə var ki, biz sudan hər şeyi nə etdik? Diri etdik, yaratdıq, diriltdik. Amma başqa ayədə gəlir ki, şeytanı, cini Allah Taala oddan yaradıb. Əgər kullu şey sudan yaranıbsa, bu necə olacaq? Mələkələr kullu şeyin içinə daxildir ya yox? Sudan yaranıblar? Yox. Nurdan. Deməli, kullu şey deyəndə, bütün, belə umumili gələndə, o ümumi kəlməsini araşdırmaq lazımdır. O ümumi kəlməsini araşdırmaq lazımdır ki, bu həqiqətən ümumiliyə işarədir, ya daha çox bütün istisnasız mənasında gəlmir. Çox hallarda. İndi misal götürək Quran-ı Kərimdən Əl-Kəhf surəsində belə bir səhnə var. Bir şahdır, dənizdə olan bütün gəmiləri neynir? Zorla sahiblərinin əlindən alır. Hələ orada belə bir kəlmə var, qasbən. Qasb, yəni zorla bir şəxsin əlindən alınan bir şeyə deyilir. Hətta bir haşiyə çıxım. Deməli, belə bir çaşqınlıq var bizim yaşadığımız mühitdə. Misalı öz üstümdə vurum. Məsələn, mən adım Əhməd, atamın adı Məhəmməd, dostunun da adı Hüseyn. Gözümün qabağında atam Məhəmməd, dostu Hüseyndən bir, deyək, 10.000 dollar borc alır. Dostdular da, borc alır ki, bir iş var, məsələn, maşın alacam, o maşınla o ticarətimizi idarə edəcək, hissə pulu qaytaracam. Mən bunun şahidiyəm ki, atam Məhəmməd, dostu Hüseyndən 10.000 dollar pul aldı işçi və qaytarmaq şərti ilə.
Vaxt vədə gəlir, bir qəza olur, atam dünyasını dəyişir. İndi mən bilirəm, axı mənəm şahid ki, atam bu kişiyə, Hüseynə $10.000 borcu var. İndi mən istəyirəm ki, bu pulu verməyim. O maşın ki var, maşından gələn gəlir ki var, istəyirəm onu mənimsiyim. Belə desəm ki, ay Hüseyn müəllim, atam dostusan, o bizim o sizdən aldığımız borcu bir halallaşaq. Deyəcək, nə halallaşma, $100, $200, $10.000 pul, gətir pulumu ver görüm. Mən də istəmirəm bu həddə çatsın, istəyirəm ki, o mənə qalsın. İndi burada bir şəriətin qaydasını izah eləyəcəm ki, o çaşqınlıq nədədir? Məsələn, Məhəmməd kişini bastıran məqamda cəmaata müraciət eləyirəm, həmən Hüseyn də dostudur da, gəlib cənazədə iştirak edir. Deyirəm, ay cəmaat, atam Məhəmməd bu Hüseyn kişi ilə dostdur, qardaşdır, bizə ata əvəzidir Hüseyn, atamdan sonra budur. Biraz tərifləyirəm. Deyirəm ki, Hüseyn çox səxavətli adamdır, filan adamdır, atam Hüseyndən $10.000 borc alıb, indi ölüb. Qaytara bilməyəcək, axirət aləmindədir, filandır. Mən xahiş eləyirəm Hüseyn müəllimdən, gözəl insandan onu atama halal eləsin. İndi bütün kənddə yığışıb. Hüseyn nə deyəcək? Məcbur qalacaq, artıq ya abır həyası getməlidir, deməlidir, yox, mən ölüyə halallıq vermirəm. Mənim $10.000 halal pulumu verin də. Mən elə bir hal yaradıram ki, bu Hüseyn söhbətdən qaça bilmir. Ya kənddə, məntəqədə rüsvay olur ki, bu ölüdən də pul istəyir, nə mərhəmətsiz cəmaatın gözünün yaşı qurumayıb, bu deyir, mən $10.000 verim. Çünki mən elə bir hal yaratmışam ki, orada o hə deməkdən başqa çarəsi nədir? Yoxdur. Cəmaatın içində qayıdır, deyir ki, ayo, nə danışsınız, o mənim dostum olub, biz qardaş olmuşuq, indi Allah axirətin versin, ölüb, halal xoş olsun. Qiyamət günü mən onun yaxasından yapışmayacam. Və salam, mövzunu həll elədim. İndi belə bir halda bu pul mənə halaldır ya, yox. Halallıq verib də. Yox, halallıq verib də. İmam Musa Kazım əleyhissalamdan Üsul Kafidə belə bir hədis var. İmam buyurur ki, insanın həyasından istifadə eləyib, onun əlindən nəsə alınırsa, o qəsb hökmündədir. İnsanın abır həyasından istifadə eləyib, ondan nəsə alırsansa, istər aşağı qiymət olsun, istər yuxarı qiymət olsun, fərq eləməz. Nəsə, bir çöp, onun həyasından istifadə eləyib aldınsa, o nə hökmündədir? Qəsb hökmündədir. Yəni, adam məclisdən sonra bir xəlvət tapıb yapışacaq həmən bu hiləgərin yaxasından ki, $10.000 ver. Onun deməyə ixtiyarı yoxdur ki, yox, sən halallıq verdin, yox, vermirəm. O deyəcək ki, imamımız deyir ki, şəxsin həyasından istifadə eləyib ona nəyəsə imza attırasan, ondan nəsə bir şey alasan, nəsə bir şey eləyəsən, o qəsb hökmündədir. O qayıtmalıdır sahibinə. İndi Quranda da ayə belə gəlir ki, bir şahdır, dənizə kim düşdüsə, dallarıcan düşür, kulli səfinə, bütün gəmiləri neynirdi? Qəsb elirdi, zorla alırdı. İndi gəmi sahiblərinin əlindən alınanda, gəminin sakinlərini hörmətlə, izzətlə aparıb sahiləmi qoyurlar? Neynirlər? Hamısını öldürürlər, atırlar dənizə. Yəni, o qəsb eləməkdə məqsədi nədir? Bu iz-toz nə olsun? Batsın, geçsin. Deməli, Xızr əleyhissalam gəminin müəyyən hissələrini sındırır, dəlir, dəşik açır, filan eləyir. Həmən bu şah ki, bütün gəmiləri, kullu səfinə qəsb eləyirdi, gəldi bu səfinəni, bu gəmini qəsb eləmədi, çıxdı, getdi. Niyə? Çünki orada Peyğəmbər var idi.
Axı kullu səfinədə qırıq, qeyri-qırıq söhbəti yoxdur axı. Bütün gəmi deyəndə nə nəzərdə tutulur? Belə deyək də, indi bir nəfər çıxır deyir ki, Azərbaycanda olan bütün gəmilər mənimdir. Yəni, bütün də bütün nə deməkdir? Amma desə ki, məsələn, sağlam gəmilər, istifadəyə yararlı gəmilər, filan şirkətin gəmiləri, çünki bütün gəmilər mənimdir, yəni şirkətlərin hamısı deməli bu adamındır da. Suya nə qoyulursa, bu desə ki, bütün gəmilər mənimdir, bütün, yəni işləyən, işləməyən, yararlı, yararsız, məsələn, mən istəyirəm gəminin hissələrini satım. İcazəni kimdən alacam? Həmən bu sahibindən. Deməli, Qurani Kərimdə, Qurani Kərimi başa düşmək üçün problem yaradan ən böyük mövzulardan biri bu sözdür. Kullu. Bütün, hamısı, hər şey. Bax, burada çaş-baş qalırıq ki, hər şey, məsələn, sual doğurur da, əgər hər şeyi Allah sudan yaradıbsa, bəs mələkələrin yaranışı nə olacaq, cinlərin yaranışı nə olacaq, onlar ki, sudan yaranmayıb. Və yaxud indi arxeoloji qazıntılar və yaxud alimlər araşdırma apardılar, sübut elədilər ki, daş sudan yaranmayıb. Misal üçün, dəmir sudan yaranmır, qardaş, dəmirin suya dəxli yoxdur, dəmirin tərkibində suya aid bir şey yoxdur. Sübut elədilər ki, bu maddə suyla adiyyatı yoxdur, yad bir şeydir. İndi biz nə deyəcəyik? Quran deyir hər şey, indi bu da sübut eləyir ki, bir-iki şey istisnadır və yaxud Allah buyurur ki, hər şeyi nə yaratdıq? Cüt yaratdıq. Amma bəzi varlıqlar var ki, o cüt deyil. Özü hələ həm dişidir, həm erkəkdir. Məsələn, ilbiz. İlbiz, bildiyiz ilbiz. Nə dişisi var, nə erkəyi var. Bəs Allah Quranda deyir ki, hər şey, dişi, erkək, cüt. Bunun cütü hanı? Bunun cütü yoxdur. Hə, ya qalacaqsan şək-şübhə, çünki sənə əvvəldən bu kullunu elə yedirdiblər ki, hər şey, hər şey, hər şey istisnasız, elə deyil. Qurani Kərimdə o hər şey mövzusu, kullu kəlməsini böləcəksiniz iki yerə. Araşdıracaqsan, görəcəksən ki, hər şey bu mövzunun içinə daxildir ya yox. Əgər daxildirsə, tamam, qalsın içində. Əgər yox, daxil deyilsə, aydın, onda nədir? Məsələn, müəyyən illər elm inkişaf eləməyib, elə bildi ki, hər şey nədir? Bir dişi, bir erkək. Amma elm inkişaf edir, sübut edir ki, məsələn, müəyyən varlıqlar var, nə dişisi var, nə erkəyi. Amma artır. Yəni, şərtdir o, dişi olsun, erkək olsun. Yəni, bir cisimdir, orada mayalanma da gedir, artım da gedir və həyatına da davam edir. Deməli, kullu kəlməsini biz hər şey kimi götürməməliyik. Dedim, yenə təkrar eləyirəm. Yəni, Azərbaycan dilində Quranı 5 dəfə oxumuşam, 5 dəfə yox, 50 dəfə oxusun da yenə sənin üçün alınmayacaq. Bunun özünün mütəxəssisi lazımdır ki, o araşdırsın ki, bax, bu mövzuda olan bütün, məsələn, Allah kulli şeyə qadirdir, kulli şey. İndi burada müəyyən şeylər varmı ki, Allah ona qadir olmasın? Deyir, yox, burada kulli şey hələ kulli şey mənasındadır. Amma xilqət mövzusuna gələndə görürük ki, yox, əksər, hər şey yox. Əksər şeylər nədir? Bu xilqət mövzusunda belədir. Aydın? Və yaxud bu gəmi misalını vurdum. Bütün gəmilər, yox, bütün yox. Yararlı, bəzəkli, şaha xoş gələn, amma xoş gəlməyənin yanından vaz keçir. Amma o da gəmidir.
Suda batmır. İçində insanlar var, yaşayırlar, dolanırlar, balıq tuturlar, əşyaları bu sahildən o sahilə aparırlar. Yəni tam yararsızdır. Şahın şəninə yararsız sayılır. Amma belə gəmi suda batmır. İnsanları bu sahildən o sahilə aparır və ticarətə də yararlı bir. Deməli, kullu səfinətin qəsbən, bütün səfinələri qəsb edirdi. Bütün, xeyr, bütün yox. Belə deyək də, əksəriyyətini, adətən o sahədə ki, bu şah yaşayırdı, da bütün dənizi şah əhatə eləyə bilmirdi ki, gedib başqa millətlərin, xalqların da yaşadığı ərazi. Görürsünüz, yenə də kullu kəlməsi nə olur? Daralır. Getdikcə daralır. İndi mövzumuz işarə mövzusu idi ki, Quranda olan işarələr, belə deyək də, o yol hərəkəti qaydaları kimidir? Əksəriyyət ondan danışa bilmir. Və əksəriyyət də ona rəayət eləyə bilmir. Hamı qırmızıda keçmək istəyir, ya yox. Yəni, bir nəfər desin ki, mən istəmirəm. Yox, bir nəfər desin ki, məsələn, bir nəfər tapılsın, ona baş yol, polis idarəsinlər desinlər ki, qardaş, sən azadsan. Qəza da törətsin, hesaba daxil deyilsən, qırmızıda keç, yaşılda keç, sarıda keç, əks get, düz get, sən yol hərəkatı mövzusundan fövqündəsən. Bu adam neyniyəcək? Bütün qaydalara riayət eləyəcək. Düzdür, öz həyatı təhlükəsini nəzərə alacaq. Amma məsələn, belə deyək də, mən tələsirəm. O mən tələsirəm də, bir müəyyən qədər, yəni hamının içində var qanunu pozmaq. Məsələn, sıradır, insanlar düzülüb, nəsə alırlar, nəsə bir sənədə imza attırırlar. Sən 50-ci adamsan. Sən əgər bu qaydadan azad olsun ki, sıraya düzülmək sizə adiyyatı yoxdur. Məsələn, indi qazilər bu mövzudan istisnadırlar. Sən qazi deyilsən, şəhid ailəsi deyilsən. Sən istəyirsənmi ki, bu 50 nəfər çəkilsin kənara, sən gedəsən. Hamının içində o səs var, mənim işim vacibdir. Mən tələsirəm. Birinci mən. O birinci hamının içində nədir? Var. Aydın. İndi riayət eləmək məsələsindən gedir ki, belə deyək də, hər şeyin özünün mütəxəssisi deyək, ona ömrünü sərf eləyən, ömür sərf eləmək də kifayət eləmir. Gərək sən o işdə təlim alasan gərək. Məsələn, adam var, məsələn, 10 il, 15 il maşın ustasının yanında olur, amma heç bir təlimi yoxdur. Gözü ilə nəyi gördüsə, onu bacarır, amma biraz iş qarışsın, qalacaq belə. Niyə? Çünki təlimi nədir? Yoxdur. O deməkdir, 15 ildir, məsələn, maşın düzəldir. Nə olsun 15 ildir? Təlimsiz maşın düzəldir. Maşının yüngül belə deyək, amma biraz qarışıq bir durum yarandıqda bir təlimli birisi təbii ki, onun yanına gediləcək. Hər mövzuda belədir. Yəni, 10 dəfə oxumuşam, 20 dəfə Quran oxumuşam, 100 dəfə də oxusun. Əgər müəyyən mövzular var, sən onun fərqinə vara bilmirsənsə, özündə çaşacaqsan. Başqalarını da neynəyəcəksən? Çaşdıracaqsan. Deməli, Quran-ı Kərimdə Kövsər surəsi var. Ən kiçik surədir, 3 ayədən ibarətdir. Ayədə aşkar kəlmələrdən ibarətdir. Qəliz bir, mürəkkəb bir kəlmə yoxdur. Biz sənə Kövsəri verdik. Bu hədiyyənin müqabilində namaz qıl, qurban kəs, sənin düşmənin odur, nə? Əbtər. Əbtər xeyirsiz və yaxud nəsli kökü davam eləməyən bir şəxs edilir. Mənə biraz qəribə gələn məsələ nədir?
3 ayət. Ayənin ümum ab-ı havasına baxanda, surənin daha doğrusu, görürsən ki, bu surə Peyğəmbərin təhqir olunmuş bir durumunu islah eləmək üçündür. Peyğəmbər təhqir olunur, aşağılanır, bu surə gəlir. Ki, Peyğəmbər As ibn Vail adında bir Məkkəli şəxs hərə bir cür Peyğəmbəri incidirmiş. Məsələn, Əbu Ləhəbin arvadı Peyğəmbərin yoluna tikan, odun, daş, qalaq ki, keçə bilməsin, əziyyət çəksin. Belə əziyyət elirmiş. Və yaxud özü ortaya çıxa bilməyən uşağı örgədirmiş, ala bu daşı vur. Elə əziyyət elirmiş. Ortaya çıxan ələ çıxıb əl atırmış. Hərə bir cüz əziyyət elirmiş. As ibn Vail də Peyğəmbərin oğlu yoxdur. Oğlu yoxdur. Yəni, nəsil davamı oğullandır. Bax, diqqət eləyin, Peyğəmbər soyunun davamı 2 yerdə qızlandı. Bir, İsa əleyhissalamın anası var ya yox? Bu arada Məryəm xanım. Atası var ya yox? Deməli, ata mövzusu, ata soyu yoxdur. Gəlir Peyğəmbərimizə. Peyğəmbər soyunun davamı, hətta desək ki, Peyğəmbərin 4 qızı olub və yaxud 1 qızı olub, bu ixtilafı qəbul da eləsək, eləməsək də o 4 qızdan, 4 mövzu götürsək, o 3 qızdan bir uşaq belə nəsil yoxdur. Əgər qəbul eləsək ki, o Peyğəmbərin qızlar üçün 2 rəy var məsələdə. Bir rəy deyir ki, o qızlar ki vardı Peyğəmbərin evində, onlar Xədicədən dünyaya gəlməyib. Onlar Xədicənin bacısı olub, adı Halə. Halənin yetimləridir. Xədicə anamız onu neynirmiş? O qızları saxlayırmış. Bir rəy budur. Peyğəmbərin bir qızı var, o da Fatimə Zəhra salamullahi əleyhadır. Yerdə qalan o qızlar, onlar kimlərdir? Halənin qızlarıdır. Yəni Xədicə anamızın bacısı elə bir xalalarının yanında böyüyüb başa çatıblar. Digər rəy götürürdür, yox, elə Peyğəmbərin 4 qızı var. 3-ü Peyğəmbərlikdən qabaq dünyaya gəlib, bir Fatimə Zəhradır ki, Peyğəmbərlikdən sonra. Fərq bundadır. O 3 qız İslamdan qabaq, Fatimə Zəhra İslam dönəmində dünyaya gəlib. Bu rəyi qəbul eləsək də, eləməsək də Peyğəmbərin soyu heç bir evladdan davam eləməyib. Kimdən davam eləyib? Fatimə Zəhradan. Deməli, bir İsa əleyhissalam da anadandır, bir də Fatimə Zəhrada Peyğəmbər soyu qadın tərəfdən neynir? Davam edir. Bu özü də çox mühüm məsələlərdəndir. Onun üstündə çalışmaq lazımdır. Xülasə, ayənin gedişatına baxırsan, görürsən ki, bir nəfər tapılıb Peyğəmbəri təhqir edir. Ki, bu ölüb gedəcək, bu hay-küy ki qaldırıb Məkkədə, İslam, axirət, cənnət, cəhənnəm, kim mənim gətirdiyimə iman gətirməsə cəhənnəmə gedəcək, kim iman gətirsə əbədi cənnətdə olacaq, mələkə var, cənnət var, cəhənnəm var, Allahın bu sifəti var, o adı var, bu filan var. Bu ölən kimi bu mövzu nə olur? Bağlanır, gedir. Yəni bunların düşüncəsi belə idi ki, Peyğəmbər öləndən sonra, məsələn, oğlu İbrahim, o davam eləyəcəkdi. Peyğəmbər, o irsi belə ötürmə olacaqdı. Da başa düşmürlər ki, Peyğəmbərlik nədir? Seçimləndir. Heç atıya baxmır, atası var ya yox. Yəni bunun atası var ya yox, heç ona baxılmır. Adəm Peyğəmbər, nə atası var, nə anası var, amma yenə də nədir? Peyğəmbərdir. Aydın? Atıya baxılmır, anıya baxılmır. Bu seçimdir, ilahi istifa. Allah öz hikməti ilə müəyyən səbəblər ki,
bu aləmdən qabağa təsadüf eləyir, o səbəblərlə neynir? Seçir. Ayənin gedişatına baxırsan, görürsən ki, Peyğəmbər təhqir olunub. Peyğəmbərin qəlbinə aramlıq gətirmək üçün Allah Taala Peyğəmbərə mükafat verir ki, o təhqirlər, o yaralar və onun nəyi? Məlhəm, bir dərmanı. Ki, bu onu neynəyəcək? Müalicə eləyəcək. Peyğəmbərə təsir eləyirdi. Peyğəmbər, belə deyək də, kafirlərin ağlında dördü ki, hə, mənim oğlum yoxdur. Oğlum yoxdursa, deməli, mənim bu təbliğatım mən öləndən sonra batdı, getdi. Peyğəmbər belə düşüncədə deyildi. Peyğəmbər bilir ki, bu din Allah tərəfindəndir, uşağın oldu da, olmadı da, belə nəslin var, kökün var, dəxli yoxdur. Allah öz dinini itirəsi deyil ki, bunun uşağı oldu, davam eləyəcək, elə olmadı. Bən neynəyəcək, bu din kafirlərin düşüncəsi belə idi. Peyğəmbər belə düşünmürdü. Amma insandır. Cəmaatın içində, Kəbə evinin ətrafında, küçədə, bazarda adam işin gücün atırdı, gəlirdi Peyğəmbəri nəsil kökü ilə bağlı, davamı ilə bağlı təhqir eləyirdi. Və Allah Taala da surəni nazil eləyir. Bu surədən sonra bu mövzu Peyğəmbər üçün nədir? Bağlanır. Ki, Peyğəmbər sənə Kövsər vermişik. Bu Kövsərin şükrü olaraq namaz qıl, qurban kəs. Səni o ələ salan As ibn Vail ki var, həmən o şəxs nə deyirsə özüdür. Surənin gedişatı budur, əbtər. Sənin düşmənin. Sənin düşmənin, yəni şani düşmən deməkdir, şəxsə kəsilən bir düşmən. Allah deyir ki, sənin düşmənin odur. Bu mənanın müqabilində hələ bizim öz, istər əhli sünnədə olsun, istər əhli şiyyədə olsun, hədislər var ki, bu mövzunu öz axarından aparır başqa istiqamətə. Məsələn, Əl-Kəvsər, yəni cənnətdə bulaq. Nəhrun fil cənnət. Eşitmişsiniz də? Sənə cənnətdə bulaq verdik. Namaz qıl, qurban kəs, sənin düşmənin nəsli kökü davam eləməyəcək. Belə cümlə düzəlir. Yəni cənnətdəki bulağın As ibn Vailin oğlu olacaq, olmayacaq, nəsli davam eləyəcək, oğlanları sağ qalacaq, qalmayacaq. O cənnətdə Peyğəmbərə verilən o ağacın, bulağın və yaxud bir bürcün, bunun nə dəxlisi var? Bizim öz kitablarımızda və əhl-i sünnə kitablarında da belə bir hədislər var ki, bulaq, çay, nəhr. Amma alınmır. Yəni, bağlamaq olmur. Əvvəli ilə axırın bir cümlə olaraq bunu nədir? Bağlamaq olmur. Və yaxud Kəvsər, Əl-xeyril kəsir, çoxlu xeyir. Ey Peyğəmbər, sənə çoxlu xeyir verdi, namaz qıl, qurban kəs, sənin düşmənin də əbtər. Yenə də, yəni, yəni, belə deyək də, burada evladdan başqa, nəsil kökün davamından başqa alınmır. Yəni, As ibn Vail və yaxud kimsə Peyğəmbəri niyə təhqir eləyirdi? Peyğəmbərin xeyri az idi. Peyğəmbərlik özü ən böyük nədir? Xeyirdir. Quranın Peyğəmbərə nazil olması ən böyük nədir? Xeyirdir. Hələ Peyğəmbərlik məqamı kifayət eləyir ki, bəşəriyyət arasında ən xeyirli İnsan nədir? Budur. Ən çox xeyir verilən insan nədir? Budur. Deməli, müxtəlif mənalara yozub, istər Şiyə kitabın, istər Əhl-i Sünnə kitabında mövzu Fatimə-i Zəhradan uzaqlaşdırılır. Mövzu Fatimə-i Zəhradan nədir? Uzaqlaşdırılır.
Heç Mötərzədə belə yazmırlar ki, Kövsər yəni Fatimə Zəhra. Mötərzədə heç onu yazan da yoxdur. Şiələr özü yazmır. Niyə yazmırsan ki? Çünki ayənin gedişatı, məzmunu, ab-ı havası bu Fatimə Zəhranın mövzusudur. Bunu yad istiqamətə aparmağın, Cəfər Sadiqdən hədis var. Cəfər Sadiqin adından o qədər yalan danışıblar ki. O hədislərin belə deyək də soy mövzusu ilə uyğunluğu nədir? Yoxdur. Deməli, necə Peyğəmbərlik böyük bir xeyirdir, bərəkətdir. Peyğəmbərə verilən Kövsər də nədir? Böyük bir xeyirdir və bərəkətdir. Bu baxımdan məqbuldur. Amma bu xeyir, bərəkət nədir? Cənnətdə bir çaydır, yox. O ehtimalı qoy kənara. O heç qəbul olunası ehtimal deyil. Çünki surənin məzmunu ilə düz gəlmir. Çoxlu xeyir ola bilər, yozulsun ki, Peyğəmbər nəslinin Fatimə Zəhradan davam eləməsi çoxlu xeyir hesab olunur, olsun. O çoxlu xeyrin içində nədir? Yenə də qayıtmalıdır nəyə? Peyğəmbər soyunun davamı. Peyğəmbər soyunun, çünki Peyğəmbər soyu davam eləyəcək ya yox, ələ salınırdı. Və heç bir evladdan da Peyğəmbər soyu davam eləmir. Yalnız kimdən davam elədi? Fatimə Zəhra salamullahi əleyhadan. Hədislər də var bu haqda ki, Peyğəmbər özü deyir ki, mənim soyum kimdəndir? Fatimədəndir. Hədislər də etibarlıdır. Əhl-i sünnədə də və şiədə də. Deməli, mənim sizə çatdıracağım nədir? İşarələr, Kövsər işarədir, yazılmayıb Fatimə Zəhra. Kövsər elə bir kəlmədir ki, rizin, belə deyə də, mattat, dart, uzandıqca uzanacaq. Yozulduqca yozulacaq. Amma bunu hara yozursan yoz, bu gəlib soyda nə olmalıdır? Dayanmalıdır. Dayanmasa, deməli, bu surə kimi, belə deyək də, anlaşılmaz, insanları hidayətdən uzaqlaşdıran bir surə yoxdur. Sən Allah Quran nazil edib hidayət olmaq da düzdür. Əgər surə səni azdırırsa, bu Allahın qoyduğu hədəf, Quran üçün qoyduğu hədəflə nədir? Düz gəlmir. İndi xanım Fatimə Zəhra Peyğəmbərin neydi? Soyunun davamıdır. Bu inkar olunası və diqqət eləyin, hətta Allah Teala din düşmənlərinin ağlını əlindən alıb, gözün kör eləyib, qulağın kar eləyib, yalandan belə bir tarixçəmi, bir hədislərmi ağıllarına gəlməyib ki, gəlin uydurağın, Peyğəmbərin Zeynəb adında, məsələn, Rüqəyyə adında qızı olub, onun nəsli filankəsdir. Ki, yanaşı bir şey ayrılsın da, nə olsun Fatimədən də var, Rüqəyyədən də var da, nə olsun ki? Elə bir Allah ağıllarını alıb. Bir neçə mövzu var ki, orada ikinci B-bəndi yoxdur. Məsələn, Həzrət Əlinin Kəbədə doğulması bu məşhur bir məsələdir və belə deyək də, Vəhabilərdən başqa bunu heç kim inkar eləmir, bir dənə bu tayfa inkar edir ki, yox, qəbul eləmir. Neynirsən elə? Səhabədir, Raşidi xəlifədir, qoy, salaq orada Kəbəyə, yox, olmaz. Onunla yanaşı bir şey uydurulub. Bir şəxs var, İslamdan qabaq, adı dəqiq yadımda deyil, Hizam adında birisi olmalıdır. Bu Hizam və yaxud Hazim İslamdan qabaq Kəbədə doğulub. Bunu uydurublar. Ki, sabah sən deyəndə ki, Həzrət Əli bütün səhabələrin arasında yalnız və yalnız Həzrət Əli Kəbədə doğulub deyəcək, nə olsun, kafir Hizam da doğulub da. Burada artıq sən başlayacaqsan ikili bir haçalanmış mövzu ilə qarşı-qarşıya durmağa. Amma bəzi mövzular var ki, orada alınmayıb da, yəni uydura bilməyiblər. Məsələn, rüku halında Həzrət Əlinin
üzük verməsi, paltar verməsi, təsbih verməsi, pul verməsi, nəsə verib. İkinci namizəd yoxdur. Və yaxud Peyğəmbərlə xüsusi söhbət eləmək mövzusunda orada da Allah bunların ağlını əlindən alıb ikinci namizədi uydurmayıblar. Yoxdur. İkinci namizəd yoxdur ki, Quranın ayəsi var, ona Həzrət Əldən başqa heç kim əməl eləməyib. Niyə? Çünki pullu olub söhbət. Ayə pul tələb edirmiş. O ayəni işlətmək üçün pul lazımdır. Sədəqə verirsən fəqirə, sonra gəlib Peyğəmbərlə danışırsan. Elə-belə gəlib danışmaq havayı olmaz. Yəni o pullar Peyğəmbərin cibinə getmir, ha? Fəqir füqəraya verirsən, bu da bir imtihan idi. Allahın imtihanından Həzrət Əldən başqa heç kim çıxmadı. Əbə Həsən və Hüseyin və Fatimə, onlar da çıxmayıb da. Sən niyə narahatsan axı? Niyə qəbullan da? Niyə mövzunun kənarından bir şey tapırsan ki, bu nuru söndürəsən? Sən nə problemin var? Sən yəni niyə əli adı eşidəndə qıcıqlanırsan? Yanından bir şey çıxartmaq istəyirsən ki, bu biraz neynəsin? Zəifləsin. Məsələn, Xəndək müharibəsində Həzrət Əldən başqa heç kim kafirin qabağına çıxa bilməyib. Heç kim çıxa bilməyib də qorxublar, saqqalı, yaşı, filanı, nə bəhanə gətirirsən, gətir. Ortaya çıxan olmayıb da, qardaş çıxmayıb da, yoxdur, yoxdur. Sən deyəndə ki, belə, deyir, bəs Salman, Miqdad, onlar da qorxdu. Ay qardaş, sən niyə Həzrət Əliyə qarşı özü düşmən eləmirsən ki? Yox, sən niyə qıcıqlanırsan, sən niyə narahatsan? Budur da, bundan səvayı ikinci namizəd yoxdur ki, Əmr ibn Vüddül Amirinin qarşısına Gül Məmməd çıxmışdı. Yoxdur da. Sən niyə narahatsan? Dünən ki, Həzrət Əlidən başqa heç kim onun qabağına çıxa bilmədi. Fəxr eləyirəm ki, mən Həzrət Əli kimi bir xəlifəm var, bir səhabəm var, bir müsəlmanım var. Belə dedi, yox, böhründən nəsə çıxardacaq. Yox, bəs Salman, o da qorxdu. Miqdad, Əbu Zər, Malikəşlər, filankəs, osu, busu, bunlar qorxdu bəyə. Sən yenə haçalanır, deyə də bilmirsən qorxdular, desin də qorxub, qorxmadılar, qorxdular, qalırsan belə. Həzrət Əlinin mövzusu qalır kənara, bu fəzilət sönür, sənin üçün təzə bir mövzu açır ki, mən o birisiləri də tapdalamaq istəmirəm axı. Bu mövzunu kim yaratdı? Qarşımda duran Həzrət Əlinin adını eşidən şəxs, adını eşidəndə qıcıqlanan şəxs. Hər halda, belə deyək də, təmizlik, tasfiyə işi görülməlidir kitablarımızda. Yəni, elə hədislər var ki, bizim öz kitablarımızda hələ Əhl-i Beytin şəni ilə uyğun gəlmir. Əhl-i Beytin fəzilətini aradan aparır. O hədislər ki, yəqin bilsək ki, o hədislər Əhl-i Beytin sifətləri ilə, onlara verilən mükafatlarla uyğun gəlmir, onları təkzib eləmirik, onları cırıb tollamırıq, onları yandırmırıq, qoyuruq nədir? Bir kənara. Mən elə bir, belə deyək də, bu Azərbaycanda müəyyən adamlar var, həqiqətən xəstədirlər. Xəstədir də, yəni dərmanı da versən, deyir, yox, mən qulağımla eşitmirəm, gözümlə də görmürəm, mən barmağımla görmək istəyirəm, barmağımla eşitmək istəyirəm, topuğumla fikirləşmək istəyirəm, ağlımla yox. Bax, məsələn, kitab ömrü məsələn 700 il, 800 ömrü olan kitablar var. Satılır, hamı da oxuyur. Kitabı açırsan, oxuyursan, orada imamların dünyaya gəlmə mövzusu. Mənim səhvim nədədir? Mən elmi şey təqdim eləmək istəyirəm ki, məsələn, şaz xəbər nədir? Şaz xəbər odur ki, bir hədisi bir nəfərdən başqa heç kim nəql eləmir və o xəbəri də alimlər qəbul eləmir. Həm hədis qəbuldur, həm də ki, bir nəfərdən başqa onu heç kim nədir? Nəql eləmir. Hədis var ki, imamlar təbii yolla dünyaya gəlmir, anasının budundan dünyaya gəlir.
müəyyən yerdən dünyaya gəlmir. Bu bir hədis. Digər bir hədis də var ki, yox, sənin kimi, mənim kimi, Əhməd kimi, Məmməd kimi hamı necə dünyaya gəlirsə, o cürünə dünyaya gəlir. İndi iki hədisdir. Bir-biri ilə nədir? Ziddiyyət təşkil eləyir. İndi bunun hansı qəbul olunmalıdır? Təbii ki, məsələn, o ki, reallığı təsdiqləyir. Məsələn, hədis var ki, misal, belə bir hədis yoxdur, sonra bunu da AQ qaldırmasınlar. Dəniz suyu şirindir. Hədis də var ki, dəniz suyu nədir? Şordur. İndi hansı hədis səhihdir? Hardan bildin? Reallıq. Reallıqda təsdiqin tapan mövzu, o reallıqda təsdiqin tapmayan mövzuyla nədir? Arasında qalanda təbii ki, o reallıq sənin üçün nə olacaq? Öndə olacaq. İndi hədisin sənədində yalançılar var. Məsələn, Xuseybi özü rical alimləri tərəfindən rədd olunur. Bir mənalı olaraq qəbul olunmur. Amma təbii yolla dünyaya gəlmə hədisi, məsələn, Şeyx Sədudun Kəmaluddin və İtmam-ı Ni'mə kitabında var. O Bud hədisi Xuseybinin kitabından başqa heç yanda yoxdur. İlk dəfə bunu Xuseybi öz kitabında neyniyib? Yazıb. Və Xuseybi 12 imamı belə rahat qəbul edən adam olmayıb. Yəni, haqqında danışdıq, o qədər imamın dili ilə lənətlənmə mövzusu var, filan var. Belə bir adam Bud hədisini nəql eləyir. Mən şaz xəbər nədir onu başa salmaq istəyirəm. O topuğu ilə düşünən, barmağı ilə eşidənlər, Şiə alimi dedi ki, imamlar Buddan əmələ gedir. Bu niyə kəsirsiniz? Bunun əvvəli var, axırı var. Hədis zəifdirsə, mən onu niyə qəbul eləməliyəm ki? Və hətta belə hədis səhih də olsa, o reallıqla öz təsdiqini tapmasa, onu da qəbul eləməyəcəyik biz. Aydın? Məsələn, hədis var, od adamı yandırmır, hədis var, od adamı yandırır. İndi mən hansını qəbul eləyəcəm? Reallığı təsdiq eləyəni. Ümumən, yəni belə xəstələr çoxdur, onlarla baş qoşduqca da təzə xəstələr ortaya çıxır. Yəni, işi gücü atmalısan ki, bunların nazı ilə oynayasan ki, valla mən belə demirdim, mən elə deyirdim. Bu topuğu ilə fikirləşirsə, zaten sən dedikləri başa düşəsi də deyil ki, şaz xəbər nədir, orada sən nəyin misalını çəkirdin? Xülasə, kitablarda təmizliyə ehtiyac var, xüsusən məzhəb kitablarında, sünni kitabı, şiə kitabı təzkiyə olunmalıdır. Belə deyək də, kitab necə var, o tərzdə cəmaata təqdim olunması düzgün deyil. Allah'ın verəm İzzət Cəlalına xatir, şəhidlərimizi qəriqi rəhmət eləsin. Allah Teala vətənimizi əmin-aman qərar versin. Allah Teala vətən düşmənlərini məhv nabud eləsin. Allah Teala gələn günləri xeyrə calasın. Mömin-möminatın müşkülü var. Allah Teala hövlü qüvvəsi ilə yardımcı olsun. Allah Teala ölənlərimizi qəriqi rəhmət eləsin. Allah Teala mömin-möminatın ruzusunu bol eləsin, xəstələrinə şifa versin, qazilərə şifa versin. Duaların qəbul müstəcab olması üçün əziz Peyğəmbərimizə salavat göndərək.